Önceki videolarda dedik ki, CPU bir məlumat istəyəndə ilk öncə cache axtarır, orada tapırsa oradan oxuyur, tapmırsa gedir RAM-a, oradan götürür və atır cache line-ın içərisinə. Bəs cache line-ın içərisindəki bütün, yəni cache-in içərisindəki bütün line-lar doludursa, o zaman nə baş verir? Burada da dedik ki, biz həmin o cache line-lardan birini götürür, təmizləyir və təmizlədiyi cache line-a da RAM-dan gətirdiyi bloku yerləşdirir. Bəs bu line-ların içərisində hansı line təmizlənməlidir? Bu videoda da biz inşallah bunu ələ alacağıq. Bu cache-in içərisindəki hansı line təmizlənməlidir? Bunu müəyyən etdiyimiz alqoritmalara biz cache replacement alqoritmaları deyilir. Buna polisilər də deyilir. Yəni siyasətlər, əvəz etmə siyasətləri, əvəz etmə alqoritmaları deyirik. İnşallah biz bu videoda bunlardan 5 dənəsini ələ alacağıq. Yəni çox cache replacement alqoritması var. Yəni bunların hər birini biz ələ alsaq, zaten bu videonu neçə saat olacaq uzunluğu. Ona görə 5 dənəsini inşallah biz ələ alacağıq. Gəlin ən aşağıdan yuxarıya doğru bir-bir baxaq bu alqoritmalara. Birinci alqoritmamız first in, first out alqoritmasıdır. Bu alqoritmanın məntiqi yəni çox bəsitdir. İlk daxil olan ilk də çıxacaq. Gəlin nümunə üzərindən gedək. Deyək ki, blok rekvizitlərdən birinci 0-cı bloku istənildi, gətirdi, yerləşdirdi 0-cı line-ı. Sonra birinci istənildi, onu da birinciyə, ikincini, üçüncünü belə-belə oxuya-oxuya davam etdik. Daha sonra yenə də deyək ki, CPU ikinci blokdan məlumat istədi, yəni ikinci cache line-dan məlumat istədi. Biz də gəldik, buradan oxuduq, verdik CPU-ya. Daha sonra isə istək gəldi dördüncü blokdan. Və dördüncü bloku biz gətirdik RAM-dan. Baxdıq ki, bu cache line-ların hamısı doludur. Bunlardan birini təmizləməliyik biz. Bunu hansını təmizləyəcəyik? Dediyimiz kimi, birinci hansı daxil olubsa, biz onu çıxardacağıq buradan. Birinci hansını əlavə eləmişdik? Və bura baxsaq görərik ki, blok 0-ı cache line 0 əlavə eləmişdik. Yəni cache line-ın məlumatı birinci əlavə olunub. Ona görə də biz gətirəcəyik həmin o 0-cı cache line-dan məlumatı siləcəyik və B4-ü, yəni 4-cü bloku bura yerləşdirəcəyik. Bu alqoritmanın implementasiya eləmək, yəni çox bəsitdir də. Yəni bu misal üçün də milyon dəfə B2-yə sən B2-dən oxusan belə bu ardıcıllıq dəyişməyəcək. B2 B3-ün qabağına keçməyəcək, nə də ki B1-in əvvəlinə keçməyəcək. Ardıcıllıq çox bəsitdir. Yəni birinci gələn birincidə çıxacaq. Ona görə də yəni bu üstünlüyü ondan ibarətdir ki, bunu implementasiya eləmək sadədir. Bunun mənfi cəhəti nədir? Çox da ağıllı bir alqoritma deyil. Yəni misal üçün deyək ki, B0 nə olsun birinci daxil olub. Ola bilər ki, belə davamlı şəkildə buradan biz məlumatı oxuyuruq da, yəni davam edir. Birinci girməsinə baxmayaraq elə davamlı buradan məlumat oxuyacağıqsa biz, bunu nəzərə almır bu alqoritma. Elə götürür B0 deyəcək, birinci daxil olub, mən bunu da elə birincidə bunu çıxardıram deyir. Yəni bu da bizim həmin o cache-dən səmərəli istifadə eləməyimizin qarşısını alır. Buna görə də CPU-ların içərisində bu alqoritmadan çox istifadə eləmirik. Bir dənə də belə də qeyd edeyim. Bu görəcəyimiz alqoritmalar ola bilər CPU-nun içərisində istifadə olunmur. Amma digər fərqli yerlərdə, fərqli iş yüklərinə uyğun olaraq bunların hər birinin bir istifadə yeri var. Yəni çünki cache dediyimiz şey zaten bizim həmin bu kompüter elmlərində, kompüter mühəndisliyində gördüyümüz ən önəmli, ən yaygın olan konseptlərdən biridir bu cache məntiqi. Ona görə də bu cache replacement alqoritmalarda yəni çox geniş bir istifadə yerləri var. Ola bilər CPU-da istifadə eləməyən, amma başqa yerdə bunların yenə də istifadə yerləri var. Növbəti alqoritmamız adlanır bizim random replacement. Bu random replacementdə adından da bəlli olduğu üçün random şəkildə, yəni bir məlumatı biz həmin o şeydən silirik. Random şəkildə bir cache line-ı gətirib silirik. Misal üçün deyək ki, set associative mapping keçmişdir. Bizdə də burada var 8 dənə setimiz və hər setdə də var 4 dənə cache line-ımız. Dedik ki, həmin bu əvəz eləyəcəksə gəlib set əvəz eləyəcək də. Misal üçün deyək ki, istək bizə gəldi set 0-ın içərisindən və doludur set 0-ın içərisindəki bütün cache line-lar. Biz indi müəyyən eləməliyik ki, bu setin içərisindəki hansı cache line-ı təmizləyək. Burada random replacement alqoritmasında, yəni random əvəz etmə alqoritmasında biz nə edirik? Sadəcə bir dənə random rəqəm generasiya eləyirik və misal üçün, əgər bir generasiya olubsa, o zaman birinci cache line-ı siləcəyik. Və yaxud ikinci generasiya olubsa, ikincini, üçüncünü və yaxud da sıfırıncını. Yəni random şəkildə seçirik də. Bunun üstünlüyü nədir? Bunun üstünlüyü odur ki, yəni bunu da implementasiya eləmək yəni çox sadədir də və əlavə heç bir məlumat özümüzdə saxlamırıq. Misal üçün, first in, first out-da biz müəyyən ardıcıllığı özümüzdə ardıcıllığı saxlamalıydıq da, hansı birinci girib, hansı ikinci girib. Burada isə heç bir ekstra məlumat saxlamırıq. Sadəcə random şəkildə birini silirik. Bunun dezavantajı isə nədir? Dezavantajı odur ki,
çox da şey deyil də, yəni üstün bir performans əldə edə bilmirik. Amma belə də bir şey qeyd edim ki, first in first out-la müqayisə etsək, bu random replacement alqoritması bir çox ssenariyada daha yaxşı performans göstərəcək. Yəni adına biraz çox da güvən verməsə də, real praktikada görünür ki, bu random replacement alqoritması o qədər də yəni pis performans göstərmir. Yəni çox super də performans göstərmir, amma yəni o qədər bərbad da deyil. Məsəl üçün first in first out-la müqayisədə daha yaxşı performans göstərə bilər. Amma yenə də dediyimiz kimi çox da ağıllı bir alqoritm olmadığı üçün bizim tam da işimizə yaramır. Ona görə CPU-nun içərisində də bundan tam olaraq biz istifadə, CPU cache-in içərisində tam olaraq istifadə eləmirik bu alqoritmadan. Növbəti alqoritmamız isə least frequently used alqoritmasıdır. Bu alqoritma bəlkə də hər hansı biri bizə desək ki, bir dənə alqoritma dizayn eləyin, hansı ki, bu alqoritm əsasında bir cache-line silinəcək. Bir çoxumuzun ağlına bəlkə də bu alqoritma gələcək. Yəni bu alqoritmanın məntiqi nədir? Bu alqoritma deyir ki, hansı cache line daha az istifadə olunubsa, həmin cache line silinsin. Bunu da nə edir? Deyək ki, bayaqki kimi yenə setlərimiz var. Setlərin içərisində 4 dənə cache line var. Yəni four-way set associative mappingdir bizdəki cache-imiz. Bu zaman nə edirik biz? Hər bir cache line-da, hər bir cache line üçün onun nə qədər istifadə olunduğunun statistikasını saxlayırıq biz. Burada bir dənə sayğacımız var bizim. Sayğac deyirlər də bunu deyirsən. Hər nəsə. Sayğacımız var bizim burada və bu sayğacın içərisində də biz o nə qədər oxunub, misal üçün 321 dəfə bu cache line-dan, 0-cı cache line-dan məlumat oxunub deməkdir. Və yaxud da 100-cü dəfə buradan, 100 dəfə buradan, 98 dəfə buradan, 31 dəfə də buradan məlumat oxunub deməkdir. Və biz artıq gəlib bu set 0-ın içərisindəki hansı cache line-ı təmizləyəcəyik, onu müəyyən eləməyimiz üçün gəlib baxacağıq hansının istifadəsi sayğacı daha aşağıdır. Məsəl üçün 3-cü cache line-ınki daha aşağıda 31-dir. Və bu da o deməkdir ki, bu 3-cünü biz silə bilərik. Gətirib 3-cünü siləcəyik və yeni gələn bloku da bura yerləşdirəcəyik. Bu ilk görüşdə belə ən məntiqli yol bu kimi gəlir. Amma bunun mənfi cəhətləri nədir? Bunun mənfi cəhətləri odur ki, birincisi bizim CPU saniyədə milyard dəfə əməliyyat edən bir şeydir də, yəni gigahertzlərdir onun tezlikləri. Ona görə də bunun hər bir cache line üçün bu nə qədər istifadə olunduğunun statistikasını saxlamaq həm yaddaş cəhətdən çox yer aparacaq bizdə, həm də onun idarə olunması hər bir cache line üçün çox da bizim performans olaraq da çox da ürək açan bir nəticə əldə eləməyəcək. Plus da dediyim kimi hər cache line üçün sən bu statistikanı saxlasan çox da bu da yəni yaxşı bir cache-dən istifadə, yaxşı bir cache olmayacaq da yəni bu da. Lap deyək ki, bunların hamısı keçsək belə, bunun məntiqi olaraq baxanda da deyək ki, siz getdiniz bir bloku gətirdiniz və boş bir cache line-ə yerləşdirdiniz o bloku. Və siz ilk dəfə bu bloku cache line-ə yerləşdirəndə bunun counteri, yəni sayğacı necə olacaq? 0 olacaq. Çünki hələ təzə gətirib qoymusunuz orada, yəni hələ istifadə olunmayıb. Və 0 olanda da növbəti istəkdə də artıq gələcək baxacaq. Məsələn, 321 bu, 100 bu, 98 bu. Üçüncüdə 0-dır. 0 demək də 1-dir, 1-dir. Və avtomatik götürüb bunu siləcək. Niyə bunu siləcək? Çünki baxacaq ki, digərlərindən bunun counteri, sayğacı daha aşağıdır. Baxmayaraq ki, həmin bu təzə gəlib bu blok. Növbəti istəklərdə bəlkə də bunların hamısını keçəcək istifadə baxımından. Və ona görə də bunun bir dezavantajı budur ki, fürsət vermir ki, bu həmin o cache line öz counterini artırsın. Bunun bir dezavantajı budur. Digər dezavantajı nədir bunun? Misal üçün deyək ki, 0-cı cache line-ın sayğacı 321-dir. Halbuki bu, misal üçün dünən deməyim də, 10 dəqiqə əvvəl çoxlu istifadə olunurdu həmin o cache line. Ona görə də bunun konturu artıb və artıq amma istifadə olunmur bu. Yəni, növbəti əməliyyatların hamısında bu növbəti 3 dənə cache line istifadə olunacaq. Amma bunun konturu digərlərindən yüksək olduğu üçün biz buna toxunmayacaq, ancaq bunları siləcəyik. Baxmayaraq ki, hal-hazırda bu istifadə olunmur. Yəni, iş yükünün dəyişməsinə də adaptasiya ola bilmir bu alqoritm. Ona görə də bu least frequently used-də bizim CPU cache-lərin içərisində çox tərcih edilən bir alqoritma deyil. Növbəti alqoritmamıza baxaq. Least recently used. Bu alqoritmanın məntiqi nədir? Bu alqoritmanın məntiqi ondan ibarətdir ki, hansı cache line ki, ən uzun müddətdir istifadə olunmur CPU tərəfindən, onu sil.
Gəlin nümunə üzərindən gedək. Deyək ki, bizim yenə blok requestlər gəlir. Məsələn, 0-cı request gələcək və biz yerləşdirəcəyik 0-cıya, sonra 1-ci, 2-ci, 3-cü gəldi bu isteklər və biz burada da həmin o hansı məlumat daha sonuncu istifadə olunur, onun bir ardıcıllığını saxladığımız belə bir listimiz var bizim. Və növbəti dəfə deyək ki, birinci blokdan yenə istek gəldi. Bu zaman nə baş verəcək? Burada artıq birinci, ən sonuncu istifadə olunduğu üçün bu siyahının aşağısına keçəcək. Yəni B1 ən axırıncı istifadə olunandır. Elə bil aşağıdan yuxarı doğru istifadə olunma müddəti azala-azala gedir də, daha doğrusu arta-arta gedir. Yəni necə? B0 elə bil ən uzun müddəti B0 istifadə olunmur. Ondan sonra B2 daha az istifadə olunur. Sonra B3, sonra B1. Yəni burada biz aşağıdan yuxarı doğru arta-arta gedir. Və B1 istəyə gəldiyi üçün və B1 ən sonuncu istifadə olunan bizim cache line B1 olduğu üçün bunu siyahının ən aşağısına alırıq. Və növbəti deyək ki, 4-cü blok, 5-ci deyək də, 5-ci blokdan istek gəldi bizə və gəldik baxdıq ki, cache line'ların hamısı doludur. O zaman nə edəcəyik? Baxacağıq bu siyahıya biz. Siyahıda ən uzun müddətdir istifadə eləmədiyimiz blok cache line hansıdır? B0'dır. Gələcəyik bu B0'ı buradan siləcəyik və B5'i, yəni 5-ci bloku həmin bu 0-cı cache line'a yerləşdirəcəyik və bu siyahını da özümüzdə yeniləyəcəyik. Bura siyahıda da nə deyəcək bizə? B5 ən sonuncu dəfə istifadə olunandır. B2 isə ən uzun müddətdir bizdə istifadə olunmayandır. Və bu LRU deyək də, bunun LRU algoritması nəyə əsaslanır? Biz keçmişdə temporal locality. Yəni bir məlumat əgər, bir blok əgər istifadə olunursa, böyük ehtimal ki, növbəti əməliyyatlarda da həmin blok istifadə olunacaq, həmin məlumat istifadə olunacaq. Bu həmin o LRU algoritması da, bu Least Recently Used algoritması da bu temporal locality-yə əsaslanır. Yəni baxır ki, B5 əgər istifadə olunubsa sonuncu dəfə, növbəti dəfə yenə istifadə olunacaq. Ona görə onu silmirəm. B2 ən uzun müddətdir B2 istifadə eləmirəm deyək. Misal üçün deyirəm də 10 dəqiqədir mən B2-ni istifadə eləmirəmsə, demək ki, bunu mən silsəm də olar. Ona görə B2-ni siləcəm. Misal üçün 6-cı blok request gəldi. Gəlib baxacağam. Ən uzun müddət hansını istifadə eləmirəm? B2-ni. Ona görə B2-ni siləcəm və yeni bloku da həmin o B2-nin yerinə mən əlavə eləyəcəm. Bu Least Recently Used digər bayaq gördüyümüz algoritmalarla müqayisədə ən yaxşı performans göstərən algoritmamızdır bizim. Biz bunu necə implementasiya eləyə bilərik bəs? Bunu implementasiya eləməyində yəni fərqli, yəni çox fərqli yöntəmləri var. Hər bir istehsalçı, hər bir şirkət fərqli bir metoddan istifadə edərək bunu implementasiya eləyir və getdikcə də bu inkişaf dəyişə-dəyişə gedir. İndi görəcəyik bunların da səbəbini. Məsələn, bir yolumuz nədir? Bir yolumuz hər bir cache line üçün bir age bit deyirlər. Yəni bir yaş bitləri qoyuruq. Misal üçün, əgər həmin o age bit, hər bir cache line üçün 2 bit ayırmışıq da. Əgər həmin o line-ın age biti 3-dürsə, bu o deməkdir ki, bu ən sonuncu bu istifadə olunub. 0-dırsa, bu da deməkdir ki, ən uzun müddətdir istifadə olunmayan cache line-da budur. Misal üçün, bizə isteklər gəldi və artıq hər bir cache line dolub və hər bir cache line-ın da age bitləri bu şəkildədir. Yəni yaş bitləri bu şəkildədir. Və növbəti bir istek də gəldi bizə. Bu istekdə gəldik baxdıq ki, bu 0-cı cache line-ın age biti ən aşağıdadır. Bu 0 budur da. Yəni 0-dırsa bunun age biti bu o deməkdir ki, ən uzun müddətdə bu cache line 0 istifadə olunmur. Ona görə nə edəcəyik? Gəlib o cache line 0-ı siləcəyik və həmin blokumuzu yerləşdirəcəyik ora və növbəti 3 biti də yeniləyəcəyik. Hər birini 1 azaldaraq, misal üçün, bu neçə idi əvvəl? 3 idi. Bir azaltdıq, elədi 2. Digəri də misal üçün, əvvəl 2 idi, 1 elədik. 1 idi, 0 elədik. 1 azaldaraq və yeni siyahımız bu şəkildə oldu. Və burada da fikir versək görərik ki, 1-1 artıq ən sonuncu istifadə olunan budur. Növbəti istek gəldikdə artıq biz bu siyahıya yenədən baxacağıq. Hansının cache age biti daha aşağıdırsa, onu siləcəyik və digərlərini də ona uyğun olaraq yeniləyəcəyik. Misal üçün, bura baxacağıq ki, 3-cünün age biti 0-dır. Ona görə bunu siləcəyik və yeni gətirdiyimiz məlumatı buraya yerləşdirib onun age bitini 1-1 eləyəcəyik. Çünki yeni gətirib qoymuşuq. Yəni, ən sonuncu gətirib bunu qoymuşuq deməkdir. Bir yol budur. Yəni, burada bizə hər bir set üçün, yəni 4 dənə cache line-dən ibarət set üçün nə qədər bit gərəkli oldu? 8 dənə. Çünki hər bir cache line-a 2 bit gərəklidir və bir setin içərisində 4 dənə cache line var. Toplam hər bir set üçün burada bizə 8 bit kifayət elədi. Digər bir implementasiya üsuluna baxaq. Bu implementasiya üsulunda da deyək ki, setin içərisində 4 dənə cache line var, yəni elə götürək. Və biz bu 4 dənə cache line-ı neçə dənə fərqli kombinasiyasını tapa bilərik. Misal üçün,
Bunu da biz sıralasaq belə görərik ki, 4 dənə cache line-ın toplam 24 dənə fərqli kombinasiyasını tapa bilərik. Məsəl üçün, line 1-in birinci olduğu 6 dənə hal var, 2-nin birinci olduğu 6 dənə hal var, 3-ün birinci olduğu 6, 4-ün birinci olduğu 6 dənə hal var. Yəni toplamda bunların hamısını toplasaq görərik ki, bu 4 dənə cache line-ı biz 24 dənə fərqli kombinasiya şəklində düzülüşünü əldə eləyə bilərik. Və biz hər bir ardıcılığa, hər bir kombinasiyada bir ədəd əsayin eləyirik. Məsəl üçün, line 3-ün birinci gəldiyi, line 2-nin ikinci, 4-ün üçüncü, birin isə dördüncü gəldiyi bu kombinasiyaya biz 16 ədədini vermişik və artıq bu 16 ədədini biz hər bir set üçün bir ədəd saxlayacağıq da. 16 ədəd set 0 üçün gəlib bu 16 ədədini oxuyanda başa düşəcəyik ki, bu ardıcıllıq bu şəkildədir. Yəni həmin o setin içərisindəki cache line-ların ardıcılığı bu şəkildədir və misal üçün deyək ki, bu ardıcılıqda sonuncu ən uzun müddətdir istifadə olunmayandır və buna da baxacağıq ki, line 1 ən uzun müddətdir istifadə olunmur. Onu gətirib oradan siləcəyik. Bunun üçün neçə bit gərəklidir bizə? Sözüm dedik ki, 4 dənə cache line üçün 24 dənə kombinasiyamız var və hər bir kombinasiya üçün də bir ədəd əsayin eləsək, toplam 24 dənə ədədi neçə bitin içərisində saxlaya bilərik biz? 5 dənədən, 5 bitin içərisində toplam 32 dənə fərqli ədəd saxlaya bilərik də biz, düz deyilmi? Ona görə də 5 bitdən istifadə edərək biz bu 24 dənə fərqli ədədi özümüzdə saxlaya bilərik. Onun dəyərlərini özümüzdə saxlaya bilərik. Və gördük ki, bu bir əvvəlki algoritma ilə müqayisədə bitlərin sayı azaldı. Bir öncəkində necə idi? Hər bir set üçün bizə 8 bit gərəkli idi. Burada isə hər bir set üçün bizə 5 bit məlumat kifayət elədi. Yerdən burada qənaət eləyəcəyik. Amma bunun mənfi cəhəti nədir? Bunun mənfi cəhəti isə odur ki, bunun implementasiyası çox qəlizdir və performans olaraq da, yəni əvvəlki ilə müqayisədə o yaxşı performans göstərmirdi. Əvvəlki daha yaxşı, daha sürətli idi, implementasiya eləmək daha rahat idi. Burada isə hər bir oxuma əməliyyatında performansı pis olacaq. Nə bilim, bunu implementasiya eləmək üçün sənin o komponentlərin daha qəliz, daha qarmaşıq bir komponent məntiqi qurmalı olasan. Ona görə də sən burada bitdən, yəni yaddaşdan qənaət eləsən belə, performansdan və sadəlikdən fədakarlıq eləmiş olasın. Yəni bunun məsəl üçün dezavantajı budur. Və bir də son bir dənə də qeyd edeyim. Burada indi hər dəfə belə bir kombinasiyasını belə yazmayacağıq da. Deyək ki, bizdə bu dəfə 8 dənəli, yəni bir setin içərisində 8 dənə cache line var. Burada bizə neçə bit gərəkli olacaq. Bunu da tapmağımız üçün biz nə edirik? Həmin o 8 faktoriyalı tapırıq. Burada 4 faktoriyalı tapmışdıq. Biz misal üçün 4 faktoriyalı nə bərabər? 4 vur 3 vur 2 vur 1. Bu da bizə vermişdi 24. 8 faktoriyalı isə nə edəcəyik? 8 vur 7 vur 6 vur 5 vur 4 belə hesablayacağıq və həmin o 8 dənə cache line-ın neçə dənə kombinasiyası var? Bu vasitə ilə biz bunu da tapa biləcəyik. Bu niyə faktoriyalı tapırıq? Bu riyaziyyata girir. Yəni bizim videonun mövzusu deyil. Sadəcə fikir sizə versin deyə və necə hesablaya bilərsiniz deyə bunu qeyd edeyim dedim. Yəni bir implementasiya üsulu da bu. Amma bunun da yəni mənfi cəhətlərini qeyd elədik. Dediyim kimi bundan əlavə də implementasiya üsulları var. Yəni siz araşdırsanız başqa implementasiya üsulları da tapasınız və daim şəkildə həmin o araşdırmacılar, alimlər deyə, mühəndislər deyə bunu daha da necə daha az bit istifadə edərək, daha sadə bir şəkildə, daha performanslı bir şəkildə necə bunu hesablaya bilərik, bunun yollarını axtarırlar. İndiyə qədər biz 4 dənəsini keçdik. Amma bu 4 dənəsindən də dedik ki, bu less recently use daha bizə yaxşı performans göstərəndir, daha yaxşı bizim işimizə yarayan less recently use'dur. Bu LRU algoritmasıdır. Amma bu algoritmanın da tam şəkildə bizim ürəyimizi açmır. Bunun əvəzinə isə biz pseudo LRU-dan istifadə edirik. LRU-nun yenə budur. Yəni pseudo last recently used algoritmasıdır. Last recently used algoritmasıdır. Bu isə daha çox şeyə əsaslanır. Pseudo demək çox görəsiniz bu pseudonun kompüter elmlərində siz. Pseudo yalançı, nə bilim imitasiya eləyən, təqlid eləyən mənasına gəlir. Pseudo less recently used o deməkdir ki, bu algoritmamız LRU algoritmasını təqlid eləyir. Tam şəkildə LRU deyil, amma ona oxşar bir məntiqi təqlid eləyir. Yəni bir təxmindən istifadə olunur da. İndi bunu keçdikcə növbəti saniyələrdə daha yaxşı başa düşəsiniz bu pseudo LRU nədir. Gəlin bunun indi necə implementasiya elədiyimizə baxaq və necə implementasiya elədiyimizə baxaraq da
bunu niyə tərcih elədiyimizi daha yaxşı başa düşək. Yəni Elerionu niyə istifadə eləmirik də, onun yerinə biz psevdo Eleriodan istifadə edirik. Bunu gəlin inşallah başa düşməyə çalışaq. Bunu implementasiya eləmək üçün biz tree algoritmaları deyə bir şey var da, yəni binary tree algoritmaları var deyə bir şey var. Burada bizim bir dənə ağacımız var. Ağac kimi düşünə bilərsiniz. Bu ağacın bu yarpaqlarıdır, bu da budaqlarıdır. Yəni buna daha çox ağac algoritmaları deyirlər və burada həmin bu ağacı da özümüzdə saxlamaq üçün bizə 3 bit gərəklidir. Hər bir yarpağı üçün bunun 1 bit saxlasaq, toplamda 3 bitdən istifadə edərək bu ağacın məlumatlarını biz özümüzdə yadda saxlaya biləcəyik. İndi gəlin baxaq görək bu ağacdan necə istifadə edirik biz. Əgər ağacın yarpağındakı məlumat sıfırdırsa, o zaman bu o deməkdir ki, həmin o aşağı kəşlayında daha sonuncu istifadə olunub. Yəni sonuncu istifadə olunan kəşlayn aşağı hissədə yerləşir. Yox, əgər həmin o yarpağın məlumatı 1-dirsə, o zaman bu da o deməkdir ki, yuxarıdakı kəşlayn daha sonuncu istifadə olunub. Gəlin nümunə üzərindən gedək. Deyək ki, bizə blok request 0 gəldi, yəni 0-cı bloku istədik və onu da gətirib 0-cı kəşlayına yerləşdirəcəyik, boş olduğu üçün bizim kəşimiz. Bunun üçün nə edəcəyik? Dedik ki, 1 yuxarı deməkdir, 0 isə aşağı deməkdir. Biz də bura yerləşdirdiyimiz üçün 0-a yuxarı qalxmalıyıq da. Ona görə birinci yarpağımızın bitini 1 elədik, ikincini 1 eləyəcəyik yenə və həmin bloku gətirib yerləşdirəcəyik bura. Və artıq ən sonuncu, hələ bir dənə olduğu üçün ən sonuncu da B0-dır. B0 ən sonuncu istifadə olunan blokumuzdur. Və buradakı məlumatımız isə 1-1-0-dır. Daha sonra növbəti istək gəldi. Birinci blokun istəyi gəldi. Birinci bloku da bura yerləşdirməliyik. Ona görə neynədik? Birinci yarpağın məlumatı 1-dir, yuxarı qalxdıq. Ancaq bu dəfə aşağı düşməliyik. İkinci yarpağın məlumatı 0 olacaq. Və bu şəkildə də həmin o ağacdakı yarpaqların bitlərini yenilədik. 1-0-0-dır bu dəfə də. Və bu siyahıda da ən sonuncu istifadə olunan B1-dir bu dəfə. Növbəti istək gəldi. Bu dəfə ikinci blokun istəyi. Bunu da gətirib bura yerləşdirməliyik biz. Bunun üçün nə edəcəyik? Bu dəfə aşağı düşəcəyik. Çünki bura artıq doludur. Həmin birinci yarpağın məlumatını 0 eləyəcəyik. İkinci yarpağın məlumatını isə 1 eləyəcəyik və bu nəticədə də B2-ni bura yerləşdirəcəyik və ardıcıllıq da, yəni B2 ən sonuncu istifadə olunmuş blokumuz olacaq. Sonra üçüncü blok istəyi gəldi. Bunu da eyni qaydada gətirdik, bura yerləşdirdik və belə bir yarpağımızın məlumatı hal-hazırda 0-0-0-dır və burada siyahıya da baxsaq ən sonuncu istifadə olunan blokumuz B3 blokudur. Bu dəfə də bizə istək gəldi yenə birinci blokdan. Gəlib baxdıq ki, kəşdə var və həmin o məlumatı oxuyub verəcəyik CPU-ya. Bu dəfə biz bu ağacdakı yarpaqlarındakı məlumatı yeniləməliyik. Bunun üçün nə edəcəyik biz? Həmin o B1 hara baxacaq? Buradadır da. Ona görə bu yuxarı qalxmalıdır, 1 olmalıdır. Bu isə olduğu kimi qalacaq. Nə edirik biz? Həmin bunu yenilədik, yarpaqlardakı məlumatı 1-0-0 elədik və bunu da özümüzdə yeniləmiş olduq. Əvvəl necə idi? 0-1-2-3 kimi gedirdi və artıq B1-i sonuncu dəfə B1-dən istək gəldi deyə B1-i bu dəfə siyahının ən aşağısına qoyduq. Yəni ən sonuncu oxunan məlumatı B1 eləmiş olduq biz. Və buradakı məlumatı da həmçinin yenilədik. Bu dəfə istək gəldi bizə 4-cü blokdan. 4-cü blokdan gəldi və biz siyahımız da doludur və məlumatda kəşdə yoxdur. RAM-dan gətirdik məlumatı 4-cü bloku və indi axtarırıq ki, hansı kəşlayını biz təmizləyək. Və bunu da müəyyən eləmək üçün bu ağacımızdan biz istifadə edəcəyik. Ağacımızdan biz necə istifadə edəcəyik? Baxacağıq ki, misal üçün dedik ki, 1 olanda o deməkdir ki, yuxarı hissədə yerləşən kəşlayn daha sonuncu istifadə olunub. Yəni bizdə ən sonuncu istifadə olunan hansı idi? B1 idi. Ona görə sonuncu istifadə olunan yuxarıdadırsa, biz aşağıya düşək dedik bir. Gəlib düşəcəyik misal üçün buradan aşağıya, burada axtaracağıq artıq ən uzun müddətdir istifadə olunmayanı. Burada baxacağıq. İndi burada da 0 dedik ki, aşağıdadır. Əgər 0-dırsa, bu deməkdir ki, aşağıdakı kəşlayn daha sonuncu istifadə olunub. Biz isə lazımdır ki, bizə ən uzun müddətdə istifadə olunmayan. Ona görə bunu da tərsinə çeviririk. 0-ı da 1 eləyirik və gəlib tapırıq axır ki, bu B2-yə gəlib çıxırıq. Və buradan da belə bir nəticə əldə edirik ki, biz B2 ən uzun müddətdir istifadə olunmayan kəşlayndır və bunu təmizləyərək yerinə 4-cü bloku yerləşdiririk. Burada diqqət yetirsəz görərsiniz ki, bu siyahıya baxsaz, əslində B0 ən uzun müddətdir istifadə olunmayan idi. Amma bizim algoritmamız tapdı ki, B2 ən sonuncu, ən uzun müddətdir istifadə olunmayandır. Yəni B2-ni sildi. B0 əvəzinə B2-ni sildi. Buna görə biz buna psevdo Elerio deyirik. Psevdo Elerio deyirik çünki bu bizə
dəqiq şey demir. Dəqiq olaraq hansı ən uzun müddət istifadə olunub, bunu sil demir. Bu sadəcə bir təxmin eləyir. Deyir ki, məsələn, ola bilər mən sənə ən sonuncu deməyəcəm, amma sənin işivə yarayacaq qədər yaxşı bir performans göstərəcəm. Məsələn, B2 də sondan birincidir. Ona görə gəlib biz B2-ni də silsək, o qədər də pis performans əldə eləməmiş olacağıq biz burada. Yəni burada isə qazancımız çoxdur bizim. Birinci qazancımız odur ki, burada hər bir set üçün 3 bit kifayət elədi bizə. Birinci qazancımız budur. İkinci qazancımız burada nədir? Bunun idarə eləmək, məsələn 0-ı 1-ə çevirmək, 1-i 0-a çevirmək, yəni çox rahatdır da. Yəni məlumatı yeniləmək çox rahatdır. Yəni hər bir oxuma əməliyyatı üçün sərf eləyəcəyimiz performans çox aşağıdır. Həmçinin hansının sonuncu dəfə istifadə olunub, hansı uzun müddətdir istifadə olunmur, bunu da müəyyən eləməyimiz də çox sürətli baş verir. Yəni bu alqoritma bizə bu kimi üstünlükləri var. Bunun mənfi cəhəti isə nədir? Yəni biz nədən fədakarlıq edirik? Bizim fədakarlıq elədiyimiz mövzu isə odur ki, tam dəqiqliklə tapmırıq hansı ən uzun müddətdir istifadə olunmayıb. Sadəcə bir təxmin edirik. Deyirik ki, böyük ehtimal ki, B2 də ən uzun müddətdir istifadə olunmayanlar arasındadır. Ona görə də biz biraz dəqiqlikdən fədakarlıq eləyərək B0 əvəzinə B2-ni silək və bu da praktikada göstərir ki, bu da performans olaraq biz o qədər də çox ziyanlı çıxmırıq buradan. Və qazanclarımız fədakarlığımızdan daha çox olduğu üçün biz bu alqoritmanı tərcih edirik. Yəni burada gördüyünüz daim şəkildə siz hər bir alqoritmanın öz mənfi və müsbət cəhətləri var. Yəni heç bir alqoritma mükəmməl deyil. Sən bir alqoritmada bir şeydən qazanc əldə edirsənsə, bir şeydən də fədakarlıq verməlisən. Və artıq bir mühəndis olaraq da sən daim olaraq bu mühəndislik karyerasında bu qərarları vermiş olasan. Məsəl üçün bir alqoritma daha çox yaddaş tutur. Məsəl üçün birinci alqoritma 8 bit yer tuturdu, amma onu idarə eləmək daha sadə idi, daha rahat idi, implementasiya eləmək daha rahat idi və həmçində çox dəqiq idi. Ən uzun müddət hansı istifadə olunmub, onu dəqiqliklə tapa bilirdik. Orada məsəl üçün amma fədakarlıq nədən elirdik? Yaddaşdan elirdik. Digərində məsəl üçün sürəti çox yaxşı idi, daha az yer tuturdu, amma performansı pis idi. Burada isə dəqiqlik daha azdır, həm yer daha az tutur, sürəti daha çox